daşlarına töküldü. Baxın. Cabbar Qaryağdıoğlu küçəsi 31 ünvanı. Bu yandan da bunlar torbaları daşıyırlar. Baxın, burada da yaşayış var. Burada mənim evimdir. Evimin damına düşdü. Yəni sökür, evimin damına düşdü. Bu Qasımdır, məsul şəxsdir. Baxın. Cabbar Qaryağdıoğlu 31 ünvanı. Arxa küçəmdə Mirzə Fətəli küçəsidir. Qanunsuz şəkildə Nazirlər Kabinetinin sərəncamı olmadan ərazidə söküntü işləri aparılır. Bununla bağlı biz Nazirlər Kabinetinə müraciət eləmişik və müvafiq sərəncam olmadan aparıldığı da bizə qeyd olunub, bildirilir. Məktub şəklində də vitse-prezidentə müraciət eləmişik.